Bakı-Tbilisi, Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlarından ibarət müasir qatarları hərəkət edəcək. Bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib. O bildirib ki, qatar 1 ədəd lüks sinif, 1 ədəd qarışıq lüks və komfort plus sinif, 3 ədəd komfort sinif və 1 ədəd vaqon restoran olmaqla 6 vaqondan ibarət və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. Lüks sinif üzrə kupelər 2 nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda komfort plus sinif üzrə kupelər 2 nəfərlikdir və hər biri kupe televizor, masa və əlüzyanla təmin edilib. Komfort sinif üzrə kupelər 4 nəfərlikdir və hər birində televizor var. Komfort və komfort plus vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi. Lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, 4 dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur. Sərnişinlərə təmiz yataq dəsti, səfər paketi, komfort sinifi üzrə nəm və quru salfet, diş dəsti, əl dəsmalı, yataq dəsti, su, tərli, komfort plus sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, əl dəsmalı, yataq dəsti, su, tərli, dabankeş, lüks sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərli, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti təqdim olunacaq.